Qabaq elə mülayim adam idim. Qabaq elə mehriban idim. Hamıya yaranmağa çalışırdım. İstəyirdim hamıya sağ ol desin. Sanki möhtac idim onu. Təşəkkür almaq üçün ürəyim gedirdi biri desin ki sağ ol. İndi sən nətəriyəm. Heç belə mənə maraqlı da deyil. Heç belə mənim vecimə də deyil ki mənim haqqımda nə düşünür. Çünki zamanında yaxşılıqlarımın əvəzinə hamı məni xəşlədi. Deyim ki bir ikisi xəşləmədi, elə hamı xəşlədi. Ucdan tutma. İndi baxıram Səidə Bəkir qızını elə qəşəng xəşləyirsiniz. Heç belə o məbləğdə qəpik də yoxdur. Bax elə xəşləyirsiniz. Bu qız biz tanıyandan ancaq el üçün ağladı, el üçün yandı. Ancaq bizə ziyanlı insanların əleyhinə danışdı. Evi tikilməyənin damı oldu. Toy olmayanın xonçası oldu. Sünnəti olmayanın dəlləyi oldu. Amma sizə yaranamadı. Kiminsə zərər çəkmişin yerinə danışdı, çoxluq olduğunuz hücum elədiniz. İndi mənə də hücum eləyəsiniz, mən bilirəm. Mən Səidən şəxsən tanımıram. Heç nə mənim xeyrimə danışıb, nə şərimə danışıb. Amma kör deyiləm. Kimsə kördürsə, bu da mənim günahım deyil. O qızı xəşlədiniz, özdə heç məbləği olmayan, rəqəmi təsdiqlənməyən qəpik qiymətini. O qızı xəşlədiniz, heyf elədiniz. Belə cəmiyyətdə sonuncu düz deyənlər də yoxa çıxardın, yaltaqlara eşq olsun.